Salam aleykum dəyərli izləyicilər. Deməli, problemli sistemə gəlmişik. Deməli, evin yiyəsi deyir ki, yəni neçə ildir işlədirəm, evin yarısı qızır, yarısı qızmır. Bunun çıxış yolunu biz dəngə qabı ilə həll elədik inşallah. Deməli, burada şlank sistemi idi. Yəni, hamısını söktük, yığdıq 32'lik borularla. Birbaşa kombiyə girişdə 32'lik qaykadır. Abratkaya da 32'lik qaykadır. Badaça 32'liyi də hamısı. Nasosdan sonra ventil, abratni klapın, nasos yağı qoy 25'in 12'yə. Deməli, ventillər formuldur, abratkada filtrdir. Bax, bu belə bir qəşəng sistem, nirjaveka dəngi qabı ilə hava çıxardan, italyanski, daim işləyən. Qoyursunuz, deməli, Kitayin hava çıxardanları, o da bir il işləyir, sonra işləmir. Sağ olsun, İtaliya hava çıxardanları qoyun. Yəni, nasos da Siyakodur, Kitayin zavod malıdır, yəni buna istifadə edə bilərsiniz. Belə bir sistemdir. Kombi yavaş-yavaş sürətini yığıb, maksimum sürətdədir. Dəngə qabı ot kimidir. Belə rahat, sakit işləyir. 3-cü skorusdadır, istəsəz 2-yə də 1-ə də qoymaq olar. Bax, belə estetik görünüş. Kimə lazım olsa müraciət edə bilər. Həm satırıq, həm uğraşdırırıq. Diqqətinizə görə çox sağ olun.